Salam aleyküm Abdullah. Allah sizə bərəkət versin. Həmin biz tövsiyə edərdiniz, bugün müsəlmanların içində eyni sahədə çalışan və ticarət edən müsəlmanların içində rəqabətdə bir-birinə qarşı düşmənçilik hissləri çoxalır. Yəni, bu məsələdə bizlərə tövsiyə edərdiniz, bu bəladan qurtulmaq üçün necə etmək olar? Yəni, rəqabət, düzgün olmalı. Rəqabətdə düşmənçilik. Düşmənçilik. Əslində, yəni, böyük bəladır bu. Çox böyük bəladır. Əgər müsəlmanlar arasında belə bir şey varsa, bu üzücü haldır. Nəyə görə? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, sizlərdən biri iman gətirməz, haqqı ilə iman gətirmiş olmaz, hətta özünə istədiyini qardaşına istəməyincə. Yəni, bu əslində iman məsələsidir burada. Bu, yəni xırda məsələ deyil ki, biz deyək ki, bu kiçik məsələdir. Yox, yola vermək yox. Xeyr, bunu yola vermək olmaz. Nəyə görə? Bu şiddətli qınanmalıdır. Yəni, bunu görən insanlar əgər səmimiyyəti varsa, öz dostlarına, öz qardaşlarına tövsiyə eləməlidirlər, nəsihət eləməlidirlər və şiddətlə çəkindirməlidirlər bu məsələdə. Nəyə görə? Çünki bu iman, küfür, yəni küfür deməsək də, yəni böyük günahlardan, həlak edici günahlardandır ki, insanın dinini əldən aparır. İnsan öz qardaşına, özünə istədiyini istəməsə, artıq onun imanı kamil iman olmur. Artıq böyük günahın üzərində olur. Deyir ki, hədisdə deyir ki, yəni orada hədisdə mübaliğə, yəni məsələni böyütmək var. Deyir ki, siz iman gətirmiş olmazsınız ta ki, qardaşınızı sevməyincə, yəni özünüzə istədiyinizi qardaşınıza istəməyincə iman gətirmiş olmazsınız. Bu çox böyük məsələdir. Və bu rəqabət məsələsi də ona qayıdır yenə. Əgər bir müsəlman digər başqa bir müsəlmana paxıllıq edirsə, həsəd edirsə və ya onun ticarətinə mane olmağa çalışırsa, haqsız rəqabət aparırsa, onda o öz imanına qarşı necə deyirlər, cinayət edir. Öz imanını zədələyir. O əslində özünə qarşı mübarizə aparır. Yəni, qardaşının ticarətinə qarşı mübarizə aparan öz imanına qarşı mübarizə aparır. Çünki qardaşı onun imanının bir hissəsidir elə bir tətbiq, əməl baxımından. Hədisə qaydırıq. Özünüzə istədiyinizi qardaşınıza istəməyincə iman gətirmiş olmazsınız. Bu böyük məsələ, çox böyük məsələdir. Belə şeylər bəzən eşitmişik. Vallahi ki, bu səbəb ola biləcək ki, çox güman ki, bir müddətdən sonra onların ya ikisi, ya da biri mütləq o ticarətini batıracaq. Çünki artıq Allah Teala uzaqlaşacaq o ticarətdən. Hədisdə gəlir ki, iki müsəlman bir iş üzərində toplanar, bir yerə gələrsə, bir araya gələrsə, hər hansı bir ticarət olsun və ya iş olsun, Allah Teala onların üçüncüsü olar. Yəni, Allah Teala onlarla bərabər olar, onlara bərəkət verər. Onlardan biri cayarsa, azarsa, Allah Teala onlardan üz döndərər. Baxın, məsələn, necə çətin məsələdir. Eləcə də, yəni, bir qardaş digər müsəlman qardaşına qarşı haqsız rəqabət aparsın. Yəni, bu qəbul olunmaz bir şeydir. Və bilsinlər ki, bu səbəb olacaq ki, onların malları, mülkləri tələf olacaq. Gec-tez. Bu yaxşı haldadır. Yaxşı haldadır. Əgər pis haldadırsa, istidrac ola bilər sadəcə. Sadəcə istidrac olar. Yəni, malı mülkü artar və o istədiyini də eləyər, qardaşının ticarətini də batırar, özü inkişaf eləyər. Bu yalnız istidrac olar. Amma yaxşı halda onların etdiyi ticarətlər batar. Çünki oradan bərəkət qalxar. Orada ki, bir qardaş digər qardaşını istəməyincə. Məhz bu məğlubiyyətin əsas səbəblərindən biridir. Yəni, müsəlmanlar buna görə məğlub olacaq. Və öncəki müsəlmanlar bu şeylərdən uzaq qaldıqlarına görə zəfər əldə edirdilər. Və hətta deyir ki, düşmənlər müsəlman ölkələrini yoxlamaq üçün onlar nə qədər güclüdür, onlara hücum eləmək olar, onların ölkəsini almaq olar, yoxsa yox, onu bazardan yoxlayardılar, deyir. Deyir, gedib bazarları yoxlayardılar, görsünlər ki, satıcılar, ticarətçilər bir-birinə qarşı necədir. Deyir, gedib görərdilər ki, ticarətçi, məsələn, bir malı tövsiyə edəndə deyir, məndə var, amma qardaşımda da var. Ola bilər, onda daha yaxşı olsun. Yəni, öz qardaşının malını öz malından üstün tutur qazancda. Və orada o zaman deyərdilər ki, yox, bunlara qalib gəlmək olmaz.
belə insanlara qalib gəlmək olmaz. Çünki bunlar digərlərini özlərindən daha çox istəyirlər. Və Allah Teala da onları tərifləyir. Və yusiruna ala anfusihim və law kana bihim xasasa. Allah Teala möminləri tərifləyir ki, onların özləri ehtiyacları olduğu halda başqalarını özlərindən üstün tutarlar. Yəni bu üstün bir dərəcədir. Çox təəssüflər olsun ki, əgər elə bir şey olsa, bu məğlubiyyətin əlamətidir. Əgər müsəlmanlar arasında qeyri-sağlam rəqabət varsa, haqsız rəqabət varsa və bir-birinə dəstək olmaq əvəzinə əks hərəkətlər varsa, bu onların ticarətlərinin, mallarının, mülklərinin batmasına və ümumən də bir məğlubiyyətdir onlar üçün. Həm onlar üçün, həm ümumi toplum üçün çox böyük bir məğlubiyyətdir. Yəni bunu eləyən hər bir müsəlman düşünməlidir bu barədə və Peyğəmbərimizin o hədislərini yadına salmalıdır. Əgər doğrudan da imanını qorumaq istəyirsə, Allah müvəffəq etsin.